Bir dəfə taksi yolla getməliyəm, tələsirəm, bir də taksiyə əl elədim. Taksi saxladı, oturdum. Bu da indi üzümə baxır, mənə baxır. Mənə təxminən bir 10 il bundan qabaq idi. Onu Məscid Zəhra məscidində çıxış edirdim. Təxminən 10 il, bəli. Bəlkə 9 il, 8 il. Mənə qayıtdı ki, sən deyəsən namaz qılansan. Dedim, bəli, mən namaz qılanam da. Də maşallah, yaxşı, əhsən, qılmaq lazımdır. Sonra qayıtdı ki, sən bir nəfər xətib var, çıxış edir. Qulaq asmırsa ona. Dedim, kimi deyirsiniz? Qayıtdı, bəs adı Hacı Ramildir. Gördüm, belə yadıma bir tər düşdü. Mən dedim ki, qulaq asaram da. Nə deyim buna? Bir söz demirəm. Burada sürür maşını. Gedirik də belə gəldi bir yerə çatanda gördüm amma mən hara getməliydim. Elə hey hərdən belə baxır, sürür. Mən də heç demirəm. Axırda lap çatanda düşəcəyim yerə birdən sən olarsan ha dedim özümə.